Novruz süfrələrinizin bəzəyinə çevriləcək bir salat reseptini sizlərlə bölüşürəm. Paxlava formasında olan bu salat həm görünüşü, həm də dadı ilə sizi valeh edəcək. Hazırlayacağımız qabın alt hissəsinə biraz mayonez çəkib üzərinə qaynadıb rəndədən keçirdiyimiz kartofu əlavə edirik. Daha sonra digər ərzaqları sırayla əlavə edirik və hər qata zövqə görə duz, istiot və mayonez vururuq. Salatımız daha da ləzzətli alınsın deyə hər qatına bolluca mayonez və qozləpəsi əlavə etdim. Hazırladığım salatda Secret Vukusanın qatqısız və palmayaqsız mayonezindən istifadə etdim. Sizlərlə bir xoş xəbəri də bölüşmək istəyirəm. 20 fevral 31 mart tarixlərində Aras supermarketdə hər 5 azenlik Secret Vukusa mayonezi alaraq lotereyada iştirak şansı qazanırsınız. Qalibləri BYD Seal 05 avtomobili və bunun kimi bir çox dəyərli hədiyyələr gözləyir. Bu mükəmməl fürsəti qaçırmayın ki, dəyərli hədiyyələrdən biri də sizin olsun. Reseptdə istifadə etdiyim ərzaqların dəqiq miqdarını açıqlama hissəsində qeyd edəcəyəm. Salatın qatlarını tamamladıqdan sonra üst hissəsinə rəndədən keçirilmiş kök əlavə edirik. Kənar hissələrinə isə qoz ləpəsi əlavə edərək paxlava forması veririk. Bu qədər sadə və ləzzətli salatı siz də mütləq hazırlamalısınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik!